Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Hörmətli Həzrəti Zəhra TV izləyiciləri, sizləri bugünkü verilişimizdə xoş gördük. Necə verilişdir ki, siz əzizlərin görüşünə gəlirik. Bugün də verilişimizin mövzusu Əhl-i Sünnət kitablarında İslam tarixidir. Bu tarixdə bu mövzuda çoxlu bəhslər olmuş və indi də bu bəhslərə ehtiyac vardır. Bizim məqsədimiz burada bu söhbətlərlə dünya müsəlmanlarını təfəkkürə, düşüncəyə çağırmaqdır və vəhdət yaratmaqdır. İnşallah ki, Allah müvəffəq eləsin. Bugünkü proqramımızın hörmətli qonağı Həzrəti Ayətullah Seyyid Hüseyn Musavi Zəncanidir. Selamun aleykum hacı. Studiyamıza xoş gəlmişsiniz. Bəndə də öz növbəmə salam ərz edirəm sizin məhzərinizə və əziz tamaşaçıların məhzərinə. O cürlə iki söz tozih verdiniz. Söhbətimiz budur. Biz şiələr, əziz qardaşlar, Əhl-i Sünnətin kitabların üzü ilə istəyirik danışaq. Bəli. Deyək ki, ağalar, siz hər nə buyursaz, biz onu qəbul edərik. Amma özünüz də qəbul edirik, ya xeyr. Biz istəyək, bahəm qardaşlığımız əsər qoyaq, aləmdə müttəhid olaq, ittihadımız olaq. Və bu qol Qur'an, innəməl müminunə ixvə, qardaş olaq, yolunun biri budur. Oturaq, danışaq. Kitablarımızı mizan hesab eləyək. Deyək, ağa, əziz qardaşlarımız, Əhl-i Sünnətin kitabların biz əlan fərzən qəbul edirik. Bəli. O hər nə desə biz qəbul edirik. Amma onlar da qəbul eləsin. Xob. Qabaq ki, cəlsədə ərz elədik ki, İslamı gətirən Peyğəmbər İslamdır qətən, yəqinən. Bəli. Xob, Peyğəmbər öz gətdiyi Qur'anı təfsir eləyib. Şiələr deyir ki, o təfsir bizim Əhl-i Beytin yanındadır, bizə örgədib. Bəli. Amma niyə əziz qardaşlar, Əhl-i Sünnət Peyğəmbər yazan təfsir yoxdur? Mümkündür bir nəfər deyə, bəs necə olub? Bəli. Cənab-ı Əbu Bəkr və Cənab-ı Ömər və Osman yandırdılar. Bu kitablar Əhl-i Sünnət yazıbla yandırdılar. Biz demirik ki, Bəli. özləri yazıblar. Ömər dedi ki, la tufəssirul Qur'an. Heç kəsin haqqı yoxdur, Qur'an təfsir eləyə. Müşəxxəsdir. Bəxşnamə sadir elədi. Bilmirəm, və istilahı səlis nə olur? Bəxşnamə. Bəyaniyyə. Fikirlərini yaydı. Bəli. Orada yazdı ki, hər kəs Peyğəmbərdən rivayət yazıb gətirsin. Əbu Bəkr xəlifə olub. Ömərə deyir, yaz. Əsli sözü də Ömər örgətmişdi. Cənab-ı xəlifə dövvum. Hər kəs Peyğəmbərdən hədis yazıb gətirsin. Öz xilafətində elan elədi ki, hər kəsin əlində bir mənbə var, gətirsin, versin. Əhsən. Peyğəmbərdən hər yerdə yazılıb Xalil Rəsulullah gətirsin. Əbu Bəkr deyir, mən belə bildim ki, Ömər mən ki xəlifiyəm, mənə deyir bu işi görək, istər bunları yığa kitab eləyə. Mən 500 dənə yazmışdım. Ayşə deyir, xud Ayşə özü deyir, biz gətdik, ağam yaddaş diləmişdi, gətdik, verdik Ömərə. Ömər yandırdı. Dedik, niyə yandırıram Peyğəmbərin hədisin? Dedi, mərdum məşğul olar, başı qarışar, hədisə Quran yaddan çıxar. Biz bilirik ki, o vaxt çox idi. Yəni, sahabələrin əlində hərəsi yazmışdılar. Biri xurma ağacının yarpağını yazırdı və başqa digər vasitələrini yazırdılar. Hamının əlində var idi. Birinin əlində 500 dənə, 400 dənə. Məsələn, 2-ci qarnidə Muhammed ibn Furat 1.500.000 hədis cəm eləmişdi. O, 2-ci qarnin vəsətində. 2-ci qarnin əsri deyəriz, qarni deyəriz. 2-ci əsrin ortasında. Ortasında. Dedi, ağa, mən bir belə rivayət cəm eləmişəm. Duruz. Bu ağayı Buxari getdi, yığdı bura. Bəli. Bu Səhih Buxaridir. 2670 neçə dənə. Dedi, qalanı yalandır. Bura səhihləri yığdı ki. Hə, səhihlər budur. Xob. Əgər səhih budur, biz bunu qəbul edirik. Bəs İslamın xülasəsi budur, yoxdur. Əlan götürək. Peyğəmbər dünyadan getdi,
əvvəlin təfsiri ki yazılıb Qur'ana bu Yəhudununkidir, əhl-i sünnət çap eləyib. Nişan verək, tamaşaçılar da baxsınlar. Bəli. Ölüm tarixidir. Ölüm tarixisi Kəbul Əhbar Hicrin, bəli, tarix Hicrinin 31-də, 32-sində, 33, 34, 35 ta 36 yazıblar bu illərdə ölüb. Bu aralıqda ölüb. Bu aralıqda ölüb, durustdur. Düzdür. Bir adamı ki Peyğəmbər varmış, Cenab-ı Əbu Bəkr, Cenab-ı Ömər, Cenab-ı Osman, Cenab-ı Əmirül-Mömin Əli əleyhissalam varmış. Əcəb olar İslama təfsir yazmayıb, yazdığı yoxdur. Yoxdur. Bu ağayı Kəbul Əhbar Yəhudi, Yəməni gəlib yazıb əhl-i sünnəti çap eləyib. Əvvəlin təfsir əla vəcihil ərz yer üzündə budur. İslamda əvvəlin təfsir budur. Tamam əhl-i sünnət də deyirlər. Bir nəfər yazmışdı ayrı cür, amma sabit oldu, yalandı. Hamısı qəbul vardı, Ömər zamanı bu müsəlman olub. Yəni əslən Peyğəmbəri görməyib. Qəbul eləməyib. Nəsə görməyib, biz görməd yeriz də. Bəli, bəli, görməyib. Gözü ilə Peyğəmbəri görməyib. Əbu Bəkri də görməyib. Ömər zamanı gəlib, əcəb o Qur'anı düşündü, heç Peyğəmbəri görməyib. Bunu yazıncaq, Yahudiler yazıncaq, Əbu Bəkr yazaydı, mənim gözüm üstə. Deyirəm, sahabe-i Peyğəmbərdir. Bu təfsiri Ömər yaza, qoyaram gözümün üstünə. Deyirəm, sahabe-i Peyğəmbər yazıb. Bəli. Osman yazaydı, deyə qoyaram gözümün üstünə mən işiyə. Deyirəm, sahabe-i Peyğəmbərim işlə. Bir adamı ki, sahabə döyür, Peyğəmbər eş görməyib, özdə Yəhudiymuş. Muaviyə deyir, yalancıdır. Əli ibn Əbi Talib deyir, yalancıdır. Ayşə deyir, yalancıdır. Huzeyfə deyir, yalancıdır. Diqqət buyurun ha. Bunu yalancı Yəhudi yazan oldu İslam'a kitab. Peyğəmbərin adına niyə bir dənə təfsir yoxdur? Kitab yoxdur. Bu şiənin sualıdır da, siz buyurun görün yetirə bildim. Düşündürücü sualdır. Hörmətli tamaşaçılar da dinlədikləri kimi, İslamın əvvəlində böyük şəxsiyyətlər olubdur. Xulafay Raşidin, böyük sahabələr və Həzrət Peyğəmbərin özü və Əhl-i Beyti. Yəni, indiki bizim təfsir əlimizdə olan kitablara baxdıqda, biz heç birinin onların təfsir yazdığını görmürük. Və təfsir də yazda aradan gedib, yaxud da kimlərsə burada marağı olub ki, aradan getsin. Biz yəni sual veririk ki, niyə görə bir Yəhudinin yazdığı təfsir kitabı indi sünnilərin əlində bir mənbədir? Nəyə görə bu olmalıdır? Bizim böyük şəxsiyyətlərimiz qala-qala, Peyğəmbərin öz təfsiri qala-qala niyə yandırdılar, məhv elədilər və Yəhudinin təfsirini qəbul edilər? Əhsən. Xoş. Bu ikinci təfsir. 105-ci ildir. Tarixi 105. Hicri qəməri 105. Əhsən. Peyğəmbərin tarixindən fot olubdur. Bəli. Bu Ömərin oğlunun nökəridir. Nökər deyəriz. Bəli, nökərdir. Xoş. Ömərin oğlu Əbdullahın nökəridir. Bunun təfsiridir. Tamaşaçılar da görürlər. Durustdur. Bəli. Mücahid. Mənbədir, sərçeşməyə təfsirdir bu. Təfsirlərin gözüdür. Gözüdür. Niyə Ömər yazmadı? Ömər yazsa məni şiyə qoyaram gözümün üstünə. Deyərəm, sahabə yazıb bunu. Bu mücahideş Peyğəmbəri görmədi. Hardan Qur'anı düşündü axı? Bəli. Durust. Dürüst. Bu da ikinci təfsir. Üçüncü təfsir Zəhhak. Zəhhak ibn Muzahim. Zəhhak ibn Muzahim bəxlidir Əfqanistan tərəfində. Nə Peyğəmbəri gördün, nə Əbu Bəkri gördün, nə Öməri, nə Osmanı, nə Əlini. Səhabəni heç görməyib. Bəxli oturub təfsir yazıb. Diqqət buyurun ha. Bir adamı ki təfsir yazıbdır, bu təfsir yazanın, hala mən dəqiqən adresinə baxam, o məntəqi əslisinə baxam ki, bu ağa ki, əslən gəlib çıxmayıbdır Mədiniyə, Məkkiyə, deyir, Quran budur. 2 cild kitab yazıb, özü də dədəsi öləndən sonra, sonra dünyaya gəlib. 2 il soğuşub, mütəvəllid olub. Dünyaya gəlib. Xoş, 15 ay həmlidən sonra hesab edin. Görün, sizin dildə nə cür deyə bilirsiniz? Bir adamın dədəsi ölər, bir xanımın əri ölər, ər deyəriz. Bəli, bəli, ər ölər. Bir xanımın əri ölüb, 9 ay soğuşub, oğladı olmayıb. 15 ay soğuşub, oğladı olmayıb.
2 il qutulandan sonra oğlad olub. Bir adam ki, dədəsi bu cür deş məlumdur. Bunun təfsiri əlan mərcə kullə uləma-i əhl-i sünnətdir. Aya mən müsəlman haqq varımdır soruşam? Deyəm, təfsiri gərək Cənab-ı Xəlifə əvvəl Əbubək yazaydı, Peyğəmbər deyən o yazaydı. Cənab-ı Ömər yazaydı, Osman yazaydı. Onlardan xəbər yoxdur. Onlar otduyubla Ömərin oğlunun qulamı Mücahid yazıb. Bir dənə Bəxli kitab yazıb, nə Peyğəmbəri görüb, nə Öməri görüb, nə Osmanı görüb, nə Əbubəkri görüb. Xob, aya haqqımız var deyək, bu İslama rəbti var bunu. Ağay Təbəri 3-cü qarnında, yəni 310-cu il bu Hicriyə qəmərində fot olub. 3-cü əsrdə. Yəni qarni 4-cüdə ölüb. Peyğəmbəri görmüşən ağa, deyir, nə? Xulafai Raşidini görmüşən? Nə? Ağa, sən nə yazmışan? Deyir, təfsir yazmışam. Xob, oxuyaq görək, Bismillahirrahmanirrahim. Hər 100 dənə təfsirdən ikisi Peyğəmbərindir. 98-i kimindir? İtiraf edirəm sözümü. Şiənin sualı budur da, ağacan, biz qardaşlıq istirik. Biz müsəlmanları müttəhid istirik. Yədi vahidə. Ağay Musəfinin bizə çatdırdıqlarından bizə bəlli olur ki, bizə 4 dənə təfsir kitabı gətirib və bunlardan biz görürük ki, heç biri ya Peyğəmbərin zamanından çox-çox əsrlər sonra yaşamış, 3 əsr sonra yaşamış bir insanın yazdığıdır. Bəziləri ki, Qulamın yazdığıdır. Yəni, bizim də dediyimiz odur ki, Sədr-i İslamda, İslamın əvvəllərində yazılmış təfsirlər olsaydı, hətta Əbubəkir, Cənab Əbubəkir, Osmanın öz təfsirləri olsaydı, biz qəbul edərdik. O Peyğəmbəri görüb yazıblar. Amma Ömər yazmayıb, onun oğlu yazmayıb, onun Qulamı yazıb. Bundan əlavədə ki, 3 əsr sonra Peyğəmbərdən sonra yazan 2 dənə hədis gətirir Peyğəmbərdən. Yəni, bu ne cür təfsirdir ki, 2 dənə orada hədis var Peyğəmbərdən. Yəni, mən ayrı ibarətində deyim. Hudud ədədim mən oxuyum. Əziz tamaşaçılar bu ədədə baxsınlar. Sənədlərini oxuyursunuz. Bəli, sənəd. Baxın, Kəb-ül Əhbar Peyğəmbəri görməyib. Əslində onda kafirmiş. Cənab-ı Əbubək zamanıda kafirmiş. Bu ağa Ömər zamanı gəlib olub, müsəlman təfsir yazıb. 227 ayəni təfsir eləyib deyir, Allah deyən budur. Sən hardan bildin? Niyə bu sözü Əbubək yazmadı, bir Yahudi yazdı? Cavabını özümüz deyəcəyik ki, bu bir kudetaydı. Yəni, Yahudilər be vəsiləyə həmun səhabələr kudeta elədilər. Hala kudeta be zabanı səlisi Türkü. Hərbi çevriliş biz, yəni hərbi çevriliş. Hərbi çevriliş, bəli. Yəni, hakimiyyətə əl almışdılar. Bəli, birdən varid olurlar, qudrətən hakimiyyətə tuturlar, hakimiyyətlə. Peyğəmbər dünyadan gedəndə Yahud gəldi bir hərbi çevricilik elədi, yəni kudeta deyərik biz. Elədi, dedi ağa, nə Peyğəmbərdən təfsir qəbul eləyəcəyik, nə Əbubəkdən, nə Ömərdən, nə Osmandan, nə Ali ibn Əbi Talibdən. Özümüz düşündüyü yazacaq. Kimsən sən? Ağa, sən ki bu təfsir yazır, kim deyir, mən Yahudiyam. Bu da kitabı. Əvvəlin təfsir, İslamın, müsəlmanların içində, İslamın əvvəlindən nə Peyğəmbərdəndir, nə Əbubəkdəndir, nə Ömərdən, nə Osmandan, nə Əli. Duruz, salamullah aleyh. Bir dənə Yahudununkudur. Bu Yahudi gəldi 227 ayəni dedi, siz müsəlmanlar düşünmürüz. Mən düşünürəm. Peyğəmbəri görmüşəm, xeyr. Mən şiə deyirəm, ağa, bu necə İslamdır axı? Mən şiiyəm. Deyirəm, Peyğəmbər hər kəsi örgədib, o İslamdır. Kim örgətmişdir? Ali ibn Əbi Talibə. Qardaş sünnülər, sünni qardaşlar deyirlər də, deyirlər Ali ibn Əbi Talib, Peyğəmbərin həm əmisi oğludur, həm yeznə deyilir. Bəli, yeznə deyilir. Yeznəsidir, duruz. Bu yandan da Peyğəmbərin qucağında bu rüşd eləyib da, böyüyübdür. Mən hər nə Peyğəmbər onu örgədib, onu qəbul varımdır, mən işiyə. Bu günahdır. Ömər də hər nədirsə, Əbubək də hər nədirsə, çün sahabe-i Peyğəmbərdir, genə qəbul varım.
Amma niyə sahabədən xəbər yoxdur bir adamı ki, Yahudidir təfsir yazıb? Bəli. Bu Bəli, düşündürücü sualdır. İkinci sual, təfsir. Mücahid. Bəli. Ömər təfsir yazmayıb. Yazılanları da ota çəkib. Yandırıb. Oğlu, o yandırıb. Oğlu Abdullah ibn Ömər də heç də yazmayıb. Abdullah ibn Ömər nökəri var idi, qulamı. Binamı Mücahid ibn Cəbər də deyərlər. Bəli. O təfsir yazıb. Getdim də bu təfsir onunkudur lan. Duruz, atdı. O da gətirib, əlan amarını sizə deyim, 2105 ayəni təfsir edib deyib, müsəlmanlar düşünmür, mən düşünürəm. Mən nəcür qəbul edeyim bunu? Əcəb İmam Hüseyin deyəni qəbul yoxuz. Əgər İmam Əli ibn Əbi Talib deyən təfsir olmadı, İmam Hüseyin adına təfsir yoxdur. Amma Ömərin oğlunun qulamı 2105 ayəni təfsir edib, olub, təfsir gətirib, vermişi xalqın ixtiyarındadır. Təvəccüh buyurdunuz? Bəli. Mən təfsir nişan vermişəm Zaharan qəblə. Təfsiri Mücahid. Ağay Zəhhak ibn Müzahim gəlib təfsir yazıb. O nə qədər 3028 ayəni təfsir edib. 3028. Ağa, sənə kim deyir kəlmeyi ki, Quranda var? Məsələn, kəlmeyi Quranda var. Və rəqim. Kəlmeyi rəqimin mənası budur. Sənə kim deyib? Peyğəmbər sən xeyr. Sahabə sən misli Əbu Bək? Nə? Sən ki deyirəm məna budur, Mədinəni görmüşən? Xeyr. Məkkiyə getmişən, sən Bəlxdə əyləşmişən, götürüb İslama nə yazıb? Xob. Biz şiyələrin sözü budur. İslam odur Peyğəmbər deyə, İslam odur ki, Əbu Bəkr, Ömər, Osman, Əli deyə. Bu İslama biz qəbul varımızdır. Siz niyə qəbul yoxuzdur? Düzdür. Bir ibham ki, yoxdur mənim sözümdə. Xeyr. Xob, ibham yoxdur, bəs bu sualın axırı gör nə olur? Ədədi deyim, 146.367 rivayət uləma-i əhl-i sünnət, əhl-i sünnətin alimləri cəm ediblə 11 kitablarında Səhih Buxari, Səhih Müslim, Səhih Sunan Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi, Kənzul Ummal, Musnad Əhməd, Mustadrak Hakim, Sunan Beyhəqi, Sunan Darimi, Muvatta Malik, 11 kitab bunların əsli kitablarıdır. Bəli. Nə qədər hədis ərz elədim? 146.367 rivayət bunlar gətiriblər. Cənab-ı Ali Nəsirli. Bəli. Sualım budur. Bundan neçəsi Peyğəmbərin və Əhl-Beytinkidir? Çox az. 104. 104. 104. Bəli. Miqdarı çox. 104 biz deyərik ki 75-78 sədumı. Və sən kəmtər əz 5, kəmtər əz 105. Bəli. Bu 95 rivayətin hudud 30'u Əbu Bəkdəndir. Səhih Buxaridə. 90'ı Ömərdən də 15'i Osmandan. Diqqət ver, 90, o da 30, 120, o da 15, 125. 3 dənə xəlifə Əbu Bəkr, Ömər, Osman 135 dənə rivayət nəql ediblər Peyğəmbərdən Səhih Buxaridə. Xob, əksəri, çoxu bəs kimindir? Onlar kəsdən Peyğəmbəri görməyiblər. Bu bizə sualdır da. Özümüz fikr eləyək. Peyğəmbərdən nə qədər nəqləmişiz? 14 məsum deyərik biz də. Biz şeylər nə deyərik? 14 məsumdan kəmtərdir 5%-dən, 100-dən 5%. 100-dən 5-dən kəmi Peyğəmbərin və 13 dənə məsumunkudur. Bu 95'i kim deyib? Ondan neçəsini çıx Əbu Bəkr Ömər deyib. Bu da qəbul. Qalanını bu Peyğəmbəri görməyənlər necə deyə bilərlər? 190 neçə rivayəti hayandan bu İslamdır? Allah deməyib. Peyğəmbər deməyib. Əbu Bəkr, Ömər, Osman deməyib. Əli ibn Əbi Talib deməyib. Həzrəti Zəhra və İmam Həsən, İmam Hüseyin deməyiblər. Xob, şiyənin sözü budur. Ağa, kudeta oldu.
hərbi çevriliş oldu. Hakimiyyətlər aldılar. Bəli. Yahudilər hakimiyyətlər almışlar. Yahudilər gəldilər, neçə dənə səhabəni öyrətdilər, baba, Peyğəmbər Bəni Haşimdən bir nəfər bəsdir hökumət eləyə. Ərəbistan, Hicaz, bura bir məntəqədir ki, qəbilə idi. Qəbilə. Bir qəbilə Bəni Haşimdir. Bir dənə Peyğəmbər bundan qəbul edərik, bundan imam qəbul eləyəmək. Əli ibn Əbi Talib Bəni Haşimdən də qəbul eləmək. Gərək Bəni Udeydən hakim ola. Təəssübkeşlikləri var idi. Bəni Həsən, Bəni Təym, xanədan Əbu Bəkr, bunlardan da hakim ola. Bəni Üməyyədən Osman hakim ola. Dedilər ki, vəssəuha fi Qureyşin təttəsi. Tamam o Qureyşin qəbilələrinə gərək hökumət verəsiniz. Gəldilər, kudütə elədilər. Siz deyəriz, hərbi çevrilişlik elədilər. Ondan sonra qudrəti Əhl-i Beytdən alandan sonra özləri biri-birini öldürdülər. Töküldülər, Osman'ı öldürdülər. Xob, Əbu Bəkri kim öldürdü? Özləri yazıb. İbn Əsaki yazıb. Gecə Üseyd ibn Səyyə ilə Ömərlə Osman getdilər. Əbu Bəkri belə öldürdülər ki, tamam əhl-i sünnət yazıblar ya. Yazıblar əzanı söhbə. Gün çalana Əbu Bəkri nə qəbri bilindi, nə dəfni bilindi, nə quslu bilindi. Əbu Bəkri niyə öldürürdünüz? Çünki bənaydı qudrəti verilir Ömərə. Ömər də ki, qudrətə çatdı. 10 ildən sonra necə oldu? O da terror oldu. Da terrora nə deyərsiniz? Suiqəst olundu ona. Suiqəst oldu. Bir Əbu Lölü öldürdü da. Ondan sonra kim Osman'ı öldürdü? Osman öldürdü. Müsəlmanlar. Ondan sonra da İbn-i Mülcəmi öyrətdilər, kim öldürdü? Əli ibn Əbi. Xob, Peyğəmbərdən sonra bu xəlifi Xulafay Raşidin hamısını öldürdülər da. Bəs bu necə hökumət imiş ki, elə hamısı kudeta, hamısı hərbi çevrilişlər. Durur. Xob, istirik deyək, biz şiyələr mütəqqidik ki, müsəlman, əziz müsəlmanlar, əziz qardaşlar, sizin tarixiz bizə bəsdir. Bəli. İstəməz şiənin kitablarını gətirəz oxuyaz. Öz kitablarınızı oxuyun, onu biz qəbul varımızdır. Sizin kitabların üzü ilə bu İslami ki, əlan binamı Əhl-i Sünnət adına aləmdə vardı. Nə Ömərindir, nə Əbu Bəkrindir, nə Osmanın. Xəlifə Rəşidin adı yoxdur bu İslamda. Yoxdur. Əgər, əziz qardaşlar, Əhl-i Sünnət, sünnət əhli də, bunlar gələrlər, Əbu Bəkr hər nə deyib, Ömər hər nə deyib, Osman hər nə deyib. Pəs şiənin sözü roşan oldu. Şiə istir deyək ki, İslam Rəsul-u Xudanınkidir. Hər nədirsə hüccət. Səhabə də hər nədirsə hüccət. Amma niyə? Səhabənin biri Əbu Ubeydə Cərrahıdır. Ömər dedi, məndən sonra gərək bu nə ola? Xəlifə ola. Bir dənə rivayət gəlmişdi. 23 il Peyğəmbərlik elədi. Bu adam bir dənə rivayət. Əhməd ibn Həmbəl gəzdi, 11 dənə rivayət tapdı. Onda çoxunun sənədi yox. Dedi, bu adam əgər qəbul eləyək 11 dənə. Bu necə sahabədir? 23 ildə 11 dənə kəlmə öyrənib. Bu gəlsin olsun xəlifə? Ola bilməz ki. Pəs biz nə deyirik? Mümkündür, əziz tamaşaçı deyə, bəs şiyələr kimdir, nə deyirlər? Bismillahirrahmanirrahim. Şiyə bu cür deyir. Deyir, hər nə mənə səhabə Peyğəmbərdən nəql eləsə qəbul varımızdır. Əbu Bəkr Peyğəmbərdən nəql eləsə qəbul. Ömər nəql eləsə qəbul. Osman nəql eləsə qəbul. Amma siz əhl-i sünnət onlardan hanı kitabız? Səhih, deyirəm, kitab-ı Peyğəmbəriyyəti deyir, Səhih Buxari. Buxari Ömər də öykü. Məqsəd budur ki, sizin dediklərinizdən mən belə başa düşürəm ki, yəni səhabənin böyükləri olsa, Həzrəti Əli, Əhl-i Beyt, yaxud elə Əbu Bəkir, Osman, Xəlifə Raşidin qəbul eləyərik. Amma elə düşündükcə də görürük ki, bu düz sözdür. Yəni, bu insanlar ki, 3 əsr, 4 əsr sonra Peyğəmbərdən sonra yaşayıblar, heç bir irtibatları olmayıb Peyğəmbərlə. Elə bizim kimi, biz 14 əsr yaşamışıq. İstəyəm deyəm ki, əhl-i sünnət dediklərin biz qəbul edirik. Əmələn bu cür deyirlər. Bəli, düz. Onlar deyirlər, biz Əbu Bəkir qəbul varımızdır. Mən də deyəm, qəbul vardır, amma Əbu Bəkirdən kitab yoxdur. Əbu Bəkirdən təfsir yoxdur. Əbu Bəkirin sözü Buxarinin kulli kitabında 30 dənə kəlmədir. Bu İslam olar. Yox ki, belə İslam olmaz. Bunu deyirik, ya qardaşıq. Öz yerində. Hər kəs, bəli, öz yerində. Afərin. Düşməndir gələdiyə şiəni təhrik eləyə sünnünün əleyhinə. Sünnünü şiə nə? Bunlar düşməndirlər. Biz bunlardan deyirik. Biz Qur'anı qəbul varımızda. İnnəməl müminunə ixvə.
Şafii müsəlmandır, Şiə müsəlmandır, Hənəfi müsəlmandır, Maliki müsəlmandır. Hamı qardaşıq. Bu qutuldu. Qardaş olandan sonra deyək, gəlin görək bizim ixtilafımız nə üstədir? Sual verə bilmirsiniz. Hə, mən deyirəm, mən Şiiyəm, gəlib deyirəm, sizin rəhbərləriniz hər nədirsə mənim gözümün üstündə. Amma sən Buxarını niyə verirən? Deyir, İslam budur. Baba, Buxari, əhli Buxaradır, Səmərqəndir. Bəli. Get ya Səhih Əbu Bəkr, çəşm. Səhih Ömər, çəşm. Səhih Osman, çəşm. Əcəb İslamı səhabədən almırız, gedib Bəlxdən alırız. Bu İslamımız qəbul eləmək ki, qardaşlığımız yerində, sözümüz də öz yerində. Yetirə bildik. Bəli, əhlüsünnə də özü də yəqin bizim belə işə baxırlar, düşünürlər və düşünəcəklər ki, Bəli. yəni bizim indi yaşadığımız 14 əsrdir biz Bəli. Peyğəmbərdən aralıyıq. Onlar 4 əsr. Bəli. Yəni heç o belə baxsaq onlarla bizim aramızda o qədər fərq yoxdur. Onlar da Peyğəmbəri görməyiblər, biz də görməmişik. Bəli. Biz də bu gün bir kitab yazaq, o kitabların eynisidir. Bəli. Bəli. Biz ancaq onu qəbul edərik ki, Peyğəmbərdən, o böyüklər, Peyğəmbərin əmsi İbn Abbas olsun və başqaları olsun, qəbul edərik. Amma bu kitablara baxırıq ki, onların heç birində heç Peyğəmbərdən 4-5 dənə hədis var. Əhsən. Bu necə İslamdır? Yaxşı yadıma saldın. Sənin bu tozun yaxşı oldu, qəşəng oldu. Baxın, bizim ixtilafımız budur ya, yəni ixtilafı nəzərimiz. Əhl-i sünnət dediyinə əməl eləsə, heç ixtilaf olmaz. Bəli. Əhl-i sünnət deyir, bizim xulafamız kimdir? O 4 nəfər. 4 nəfər. Bəndə də deyirəm, vallah billah, əgər kitablarınızı o 4 nəfər yazar, məzhəb-i Bəkri ola, məzhəb-i Öməri, Osmani ola, qəbul. Qəbul edərik. Amma Kureyzəmində gəzdim, məzhəbi yoxdur, benamı Bəkr. Bəkri, Ömər. Deyir, ağa, sən Əbu Hənifənin sözünə bax. Əbu Hənifə heç Peyğəmbəri görməyib, qardaş. Qarni, 4-cü qarnidə, siz 4-cü əsr, 4-cü əsrdə. 4-cü əsrdə Əl-Müstənsir billah gördü, hər neçə dənə malla var və ədədi malla da din var, məzhəb var. Dedi, yığılın, İslam bir dənədir, Allah bir dənədir, Kəbə bir dənədir, Qur'an bir dənədir. Bir dənə məzhəb cürlüyün. Bunlar gəldilər, hər ki yığıldılar, 4 dənədən kəm eləyəmədilər. Qarni, 4-cü əsrdə Əl-Müstənsir billahın şallağının gücünə 4 dənə məzhəbi dövlət cürlədi. Şiə deyir, baba, məzhəb Ömər deyəndir. Məzhəb Əbu Bəkr deyəndir. Məzhəb həmon ki, Osman deyən, Əli əleyhissalam deyəndir. Onlar gəldilər, əziz qardaşlar əhl-i sünnət, dedilər, ağa, Öməri qəbul varımız, bizə Səhih Müslimdən İslam gətdilər. Səhih Buxardan İslam gətdilər. Ömər deyənə qəbul varımız əgərdirsə. Ömərdən rivayət yox. Ömərdən təfsir yox. Ömərdən məzhəb yox. Ağadır, Ömər də qəbul varımdır. Səhih Buxarda biz bunu qəbul eləmək. Deyə, qardaş, sənin qəbul elədiyin şəxsiyyətlər hər nədirsə qəbul varımdır. Məzhəbi Öməriyyəti kənar Əli ibn Əbi Talib Peyğəmbərdə qəbul. Məzhəbi Bəkriyyəti qəbul. Amma nə məzhəbi Bəkri var, nə məzhəbi Öməri var, nə məzhəbi Osmani. Ayrı adamlar qarni 4-cü gətirib deyir, mən İslamam. Əl-İmam Əbu Hənifə, Əl-İmam Şafi. Elə imam var idi da, adı Əli ibn Əbi Talib idi. Peyğəmbər pərverişdi, qucağında da böyütdü. Dedi, balam, İslam budur. Ənə Mədinətül İlm və Əliyyun ki, babuha. Mən İslamın mərkəziyəm, şəhriyəm. Sən də qapısın. Hər kəs istəyən mənim İslamımı düşünə, səndən soruşsun. Qapısından girmək. Əcəb onun imamətini qəbul eləmirik. Peyğəmbərin dibində Əli, Peyğəmbərin yanında Əli. İmlahayı Peyğəmbər Əli ibn Əbi Talibə deyilib. Sən onu imamətə qəbul eləmirən, Şafii Xuda rəhmət eləsin. Şafinin babası, 5-ci babası Peyğəmbərin əmisi oğludur. Və sən onun babası Peyğəmbəri görməyib. Şafii olub bizə imam. Xob, sahabə döyürsən, xeyr. Əhl-i beytdən döyürsən, xeyr. Sənə Peyğəmbər dərs deyib, xeyr. Sahabə sənə dərs deyib, xeyr. Bu İslamı şiə nədir? Tabein də deyil, tabein də deyil. Tabein də deyil. Əhsən. Sədr İslamda heç bir əhəmiyyəti, rolu olmayıb. Sözüm qutulur, axırın cümləm bu olur ki, biz şiələr mütəqidik, Peyğəmbər, səhabələri və əhl-i beyti deyələ İslam budur, qəbul varımdır. Sahabə Əbu Bəkr dostlar, gənə qəbul edəm deyən Peyğəmbərin şagirdidir. Amma ağalar dedilər, xüləfanı qəbul varımız, kitab öyrətmədilər.
Deyirlər, ağay, Buxarını qəbul elə, sahabə deyil. Bəs nə eləyək vəsətdə? Pəs düz məzhəb, həmondur ki, bunlar da qəbul edirlər. Deyirlər, Peyğəmbər deyən İslam. Mən də kitabı açıram, görürəm ki, Peyğəmbər deyib ki, eyni ibarət Səhih Buxaridir. Əli ibn Əbi Talibi mən tərbiyyət eləmişəm. Əli ibn Əbi Talib hər nə mədisə, mənim şagirdimdir. Ənə Mədinət ölür. Bəndə də deyirəm, həmon İslamı ki, siz yazmışız, onu qəbul edin, ixtilaf əslən olmaz. Olmaz. Ərzim tamam. Çox sağ olun hacı. Allah sizdən razı olsun ki, gözəl sözlərinizlə bizim qulaqlarımızı, gözlərimizi zinətləndirdiniz. Biz də hörmətli tamaşaçılar, bugünkü məqsədimiz, mövzumuz bu oldu ki, təfsir kitabları sizlərə nişan verdik. Təfsir kitabları nişan verdik sizə. Bunların heç bir İslamla bağlı olmadığını göstərdik. Bizim dediyimiz odur ki, əgər İslamın, Sədr İslamda, İslamın əvvəllərində olan şəxsiyyətlər, hətta Əbu Bəkir ola, Xəlifə-i Raşidin ola, İbn Abbas, yaxud Peyğəmbərin o səhabələri, Salman ola, Əbu Zər ola, bunların dediyini biz qəbul edərik. Amma 3 əsr, 4 əsr, vəhy qət olandan sonra, bağlanandan sonra, 4 əsr sonra bir insan gəlib təfsir verib, buyurur ki, bütün müsəlmanlar bu vaxta kimi səhv yolda idilər, indi mənim dediyim düzdür. Yəni, buna heç bir ağıl, məntiq qəbul eləməz. Yəni, bizim də dediyimiz əhl-i sünnəyə, hər bir düşüncəli müsəlman odur ki, vəhdət yaradaq Peyğəmbərin və Peyğəmbərin səhabələrinin və əhl-i beytin dövrəbərində. Sizə də təşəkkür edirəm bizə qulaq asdığınız üçün. Gələn cəlsələrdə, gələn verilişlərdə görüşənədək.